Məcburi hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə endirilməsi haqqında iyul ayında qüvvəyə minməsi nəzərdə tutulan qanun gələn ilin əvvəlindən 6 ay daha tez, artıq yanvarın 7-sində başlayacaq çağırışdan etibarən tətbiq olunacaq. Milli Assambleyanın Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komitəsi qanun layihəsini bəyənib. Müdafiə naziri Sureyn Papikyanın sözlərinə görə, müddətin azaldılması son illərdə müqaviləli hərbi xidmətin cəlbediciliyinin artırılması və genişləndirilməsi istiqamətində göstərilən səylər sayəsində mümkün olub. 2025-ci ilin qış çağırışı çərçivəsində silahlı qüvvələrin kompleksləşdirilməsi 2026-cı il yanvarın 7-sindən başlayacaq. Bunun nəticəsində 2025-ci il qış çağırışından başlayaraq məcburi hərbi xidmətə çağırılan vətəndaşlar 18 aylıq xidmət keçəcəklər. Nazir vurğulayıb ki, ixtisar 2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə məcburi hərbi xidmətdə olanlara şamil edilməyəcək. Müxalifətçi deputat Tigran Abrahamyan qeyd edir ki, bu məsələdə tələskənlik problemlər yarada bilər. Məcburi hərbi xidmət uzun illər müddətli xidmət üçün baz olub. Buna seçki qabağı addım deyəcəyik, yoxsa başqa cür adlandıracağıq. Bu məsələnin digər tərəfidir. Lakin burada bir tələskənliyin olduğu açıq-aydın görünür. Ermənistan fraksiyasının deputatı Anna Qriqoryan bunu seçki qabağı addım olduğunu düşünür və xatırladır ki, qanun iyulda qüvvəyə minməli idi. Lakin iyun seçkilərinə qədər seçki qabağı dividendlər toplamaq üçün yanvardan tətbiq olunacaq. Müxalifətçi xadim digər problem və narahatlıqları da qeyd edir. Nə qədər desəniz də ki, 2 ili 1,5 ilə endirmək şəxsi heyətin sayına təsir etmir, o zaman məntiqi sual yaranır. Elə isə gəlin bir dəfəlik 1 il edək. Növbəti məsələ növbə dəyişimi ilə bağlıdır. Bugün də döyüş növbətçiliyi aparan oğlanlar mövqelərində nəzərdə tutulduğundan daha çox qalırlar. Məndə belə bir narahatlıq var ki, müddət 1,5 il olduqdan sonra bu problem daha da kəskinləşə bilər. Qriqoryana komitə sədri Andranik Köçəryan etiraz edərək israr edib ki, proqram heç nə seçki qabağı xarakter daşımır. Bu gözlənilən bir addımdır və çoxdan gözlənilirdi. Əgər imkanımız olsaydı, bəlkə də bunu daha tez edərdik. Bu nəinki gözləniləndir, həm də müsbət impulslar verir. Komitə iclasından sonra Papikyan jurnalistlərin suallarını cavablandırıb, həmçinin Paşinyanın döyüş qabiliyyətli ordu anlayışı, müdafiə qabiliyyətli silahlı qüvvələrlə əvəz edilməlidir bəyanatına toxunub. Döyüş qabiliyyəti və müdafiə qabiliyyəti terminlərdir. Bir-birinə zidd deyirlər, sadəcə olaraq müdafiə qabiliyyəti ölkəmizin suveren ərazisinin qorunmasını əks etdirir ki, bu da daha yaxşı və düzgün termindir. Müdafiə İdarəsinin rəhbəri jurnalistlərlə söhbətində parlamentin sədri Alen Simonyanın güya Ermənistanın nəzarətində 110 kvadrat kilometrə yaxın Azərbaycan ərazisinin olması barədə sözlərini şərh etməyib. Papikyan bu məsələni iki ölkənin delimitasiya komissiyalarının ixtiyarına buraxmağa çağırıb.